sultanlığında 3 sülalə var. Birinci sülaləmizin adı Məmlüklər sülaləsidir. Məmlüklər sülaləsi 1206-cı ildən 1290-cı ilə qədər idarə etmişdir. Yəni sadəcə bu aralıq buna aiddir. Digərləri aid ola bilməz. Növbəti sülalələri də deyəcəyik. Baxaq Məmlüklər sülaləsinin nümayəndəsinə. Birinci başlayırıq Qütbəddin Aybəşdən. Qütbəddin Aybəş nə etmişdir? 1206-cı ildə Dehli sultanlığını yaratmışdır. Daha sonra paytaxtı dedikcə Dehli olmuşdur. Daha sonra İslam dinini yaymışdır və eyni zamanda Şimali Hindistanı işğal etmişdir. Sadəcə Şimali Hindistan fərqləndirmək üçün cızıram. Qütbəddin Aybəşdən sonra biz hakimiyyətdə görürük Şəmsəddin Eltutmuş. Şəmsəddin Eltutmuşun dövründə demək nələr baş vermişdir? Nizamlı ordu yaradılır və eyni zamanda öz adına pul kəstirmişdir və sultan titulu buna verilmişdir. Kim verib? Abbasilər. Deməli, Abbasilərlə münasibəti yaxşıdır. Monqollarla da isə münasibəti mənfi yöndədir. Nəyə görə? Çünki Monqollar bildiyimiz kimi Xərəmşah dövlətinə son qoyduqdan sonra Xarəzmşah Məhəmmədin oğlu olan Cəlaləddin qaçır gəlir Hindistana və bu da onları təqib, Monqollar da onu təqib edərək gəlir Hindistana çıxır. Ona görə də Eltutmuş Xarəzmşah Cəlaləddinə öz ölkəsində sığıncaq vermişdir. Deməli, nə edib? Abbasilərlə münasibəti yaxşıdır, Monqollarla münasibəti mənfi yöndədir. Ordu, pul və sultan titulunun alınması. Aiddir Şəmsəddin Eldənizi. Daha sonra hakimiyyətdə biz görürük Raziyə Sultanı. Raziyə Sultanın dövründə mənfi, yəni daxili çəkişmələr olur, dövlət zəifləyir. Sonuncu hökmdar isə Məmlüklər sülaləsindən Qiyasəddin Balabandır. Qiyasəddin Balabanın dövründə nələr baş verir? Bu, hərbiçilərin köməyi ilə hakimiyyətə gəlir. Amma müsbət cəhətləri odur ki, Monqollarla mübarizə aparır və bir sıra qalibiyyətləri var, yəni Monqollar üzərində və eyni zamanda iri feodallara qarşı mübarizə aparmışdır. Baxın, Aybək, Eltutmuş, Raziyə Balaban bu 4 sultan sadəcə Məmlüklər sülaləsinə aiddir. İndi gəlirik digər bir sülalə. Digər bir sülaləmizin adı Xərəzlər sülaləsidir. Xərəzlərin dövrü 1290-dan 1320-ci ilə qədərdir. Bir nümayəndəsi də öyrənəcəyik. Biz o da Əlaəddin Xələzdir. Görək Əlaəddin Xələz nə etmişdir? Mən sizə öyrətmişdim, testlərdə bütünlüklə, tamamilə bu kimi sözlər görəndə adətən atırıq. Çünki onlar daha çox səhv olur. Amma Əlaəddin Xələz istisnadır ki, bunun belə deyək də, testində daha çox o cümlələrə xitab edəcək. Yəni tamamilə bütünlük sözü buna aid olacaq. Məsələn, nə? Monqolları ölkədən tamamilə qovub çıxarır. Demək, Monqollarla kimi mübarizə aparıb? Eltutmuş, Balaban və Əlaəddin Xələz. Monqolları ölkədən tam şəkildə çıxaran isə kimdir? Əlaəddin Xələzdir. Yadımızda saxlayırıq. Daha sonra nə etmişdir Əlaəddin Xələzin dövründə? Bu şimali Çini tutub, düzdürmü Aybək? Bu isə cənubi Çin, Hindistan tutub. Bu isə cənubi Hindistanı tutaraq nə deyirik? Bütünlüklə Hindistanı tutmuşdur. Mən sizə Çingiz xanı öyrətmişdim. Çingiz xan şimali Çin, Xubilay isə cənubi Çin və bütün Çini tutur, düzdürmü? Qütbəddin Aybək isə ona əks olaraq şimali Hindistan, Əlaəddin Xələz cənubi Hindistan, yəni şimal tutulub, cənub da tutulandan sonra nə olur? Bütün Hindistan. Baxın, heç birində deməmişik ki, biz indiyə qədər heç bir hökmdarda yəni deməmişik ki, bütün Hindistanı tutubdur filan kəs. Adətən Hindistanın bir hissəsi tutulubdur. Amma bu nə edir? Hindistanı bütöv şəkildə işğal edir. Monqolları bütöv şəkildə ölkədən çıxarır və bunun bir islahatı var. İslahat nədir? Yadınızda saxlayın ki, Dehli Sultanlığında torpaq mülkiyyət formaları eyni ilə Ərəb dövlətində torpaq mülkiyyət formalarından eynidir. Və Ərəblər dövründə biz iqta torpağı keçmişdik. Hansı ki, nə idi? Şərti torpağı idi. Yəni, dövlət şərt qoyur. Xidmət edirsən, əsas üçün sənə torpaq verirəm. Burada fərq nədir? İqtanın sahibinə biz deyirik zəmindar. Zəmindar uşaqlar insandır. Yəni sözün kökü darla bitirsə, bilin ki, insana deyilir. İndi birazdan Moğollar izahında deyəcəm nəyə görə bunu vurğuladım. Demək, zəmindar nədir? İnsandır. Yəni şərti torpaq sahibi olan insandır və bu zəmindar nə deyir? Daha doğrusu Əlaəddin Xələz zəmindara deyir ki, mən sizə torpaq verilib sizə, dövlət torpaq verib, o iqta torpağını mənə ver, mən onu kəndlərə icarəyə verim. Yəni sizə də bunun qarşılığında maaş verəcəm. Təbii ki, zəmindarlar buna narazı olur və daxili ixtilaflar olur, mübarizələr olur, nəsə, nəticədə Əlaəddin Xələz hakimiyyətdən getmiş olur. Bir də yadınızda saxlayın, Əlaəddin Xələz hakimiyyətə gəlir 1296-cı ildə. Baxın, Xələzlərin ilk nümayəndəsi sayılmır. Çünki Xələzlər sülaləsi 1290-dadır, amma Əlaəddin Xələz hakimiyyətə 96-cı ildə gəldiyinə görə o 1296-da gəlib, 1316-cı ildə gedir və Əlaəddin Xələzin dövrünü düşmür. Yaxşı, bunu da dedik. Burada bir dənə sonuncu sülaləmiz var, o da
deməli Əfqan sülaləsi Əfqan fikir verin. Əfqan sülaləsi isə 15-ci əsrin ortalarında hakimiyyətə gəlmişdir. Bu da dövləti yaxşı idarə edə bilmək. Bunun nümayəndəsini biz kitabda öyrənirik və 1398-ci ildə Əmir Teymur tərəfindən neyinir? Dehli Sultanlığı Əmir Teymur tərəfindən, yəni Hindistanın bir sıra əraziləri tutulmuş olur. Deməli, biz nə öyrəndik? Mənmüşlər sülaləsinin sadəcə 4 nümayəndəsi Aybək, Eltutmuş, Balaban və Raziyə Sultan. Xələclər sülaləsindən sadəcə bir nümayəndə, o da kim idi? Əladdin Xələci idi və Əfqanlar sülaləsinin nümayəndəsini öyrənmirik. Və sonuncu Dehli Sultanı kimdir? İbrahim Ludidir. Bunun da dövründə iri feodallar gedir. Deməli, Babur şahı, həmin vaxt indi şah deyil. Baburu gətirirlər ki, İbrahim Ludi ilə mübarizə aparsınlar və nəticədə 1500, mən bura 2 yazmışam, üzr istəyirəm, 1526, birdən yadıma düşür 2 yazmışam. 1526-cı ildə Panipat savaşı olur və bu Panipat döyüşünün nəticəsində Babur qalib gəlir və İbrahim Ludi məğlubiyyətə uğrayaraq Dehli Sultanlığı süqut etmiş olur. Amma Babur yaradacaq başqa bir dövlət, o da ki, Moğol dövlətidir. Amma həmin vaxtda Moğol dövləti də yaranmayıb. Sadəcə olaraq deyir ki, Baburla Dehli Sultanı İbrahim Ludi arasında olur döyüş və döyüşün nəticəsində nə olur? Dehli Sultanlığı süqut etmiş olur. Dehlidə bəzi dediyim kimi torpaq mülkiyyət formaları eyni ilə ərəblərdəki olduğu kimidir. Yəni iqtadır, xasdır, divandır, vəqfdir, icmadır, mülkdür. Bunlar da eyni şəkildə. Və dövlətin başında dediyimiz kimi sultanlıq olduğuna görə kim duracaq? Sultan duracaq. Və iqtidarın da sahibi nə adlandı? Zəmindar adlandı. Və burada bizim baş vəzirimiz var. Yadınızda saxlayın ki, baş vəzir həm mülki, həm də hərbi işlərə baxır. Biz bundan öncə Qızıl Ordu dövlətini keçəndə orada dedik ki, mülki işlərə baş vəzir, hərbi işlərə bəylərbəyi baxır. Burada hər ikisinə də baş vəzir baxır. Yadınızda saxlayın. Və dövlətin başında kim durur? Sultan durur. Və dövlət eyni zamanda vilayətlərə bölünmüşdür ki, vilayətləri valilər, dairələri isə rəislər idarə edir. Vilayətlərə bölünüb, vilayətlər dairələrə bölünüb. Vilayətləri valilər, dairələri isə kimlər idarə edir? Rəislər. Amma bunu belə screenshot edib götürə bilərsiniz. Tam bir dənə Dehli Sultanlığına aiddir. Sizin heç yarı səhifəniz etmir. Bir də qeyd edeyim, Qızıl Ordu dövlətində bir şeyi unutmuşam deməyi, video baxandan sonra gördüm. 15-ci əsrdə Qızıl Ordu dövləti demişəm parçalanır, amma parçalanmasından sonra nə olur onu deməmişəm. Qazan, Həştərxan, deməli Sibir, Noqoy, Kazan bu kimi dövlətlər yaranmış olur. Yəni parçalanması nəticəsində. Bəzən testlərdə görə bilərsiniz ki, yazır ki, süqutu nəticəsində yaranmışdır. Xeyr, parçalanması nəticəsində yaranmışdır. Bu bizim Dehli Sultanlığımız. Daha sonra keçirik Moğol dövlətinə. Deməli, Moğol dövlətini yaradacaq Babur, amma Panipat döyüşündə Babur şah, belə deyək də, Babur artıq dövlət başçısı deyil. Hələ sonra dövlət başçısı olmuş olacaq. Bu gün video davam edir. Yaxşı. Gəldik nəyə? Moğol dövlətinə. Moğol dövləti də eyni şəkildə Hindistan ərazisində yaranmış bir türk dövlətidir. Ümid edirəm yazır. Moğol dövləti. Yaxşı. Deməli, 1206-da yaranıb, 1526-cı ildə süqut edib Dehli, 1526-cı ildə yaranıb, üstünə 333 rəqəmini gələndə eləyir 1859. 1859-cu ildə süqut etmişdir. Biz sadəcə müəyyən bir dövrünü öyrənəcəyik, amma axırda da bir cümlə deyəcək ki, Moğollar 1859-da süqut edilmişdir. Yəni, o dövrə qədər olan hadisələri biz hələ ki öyrənmirik. Moğol dövlətinin paytaxtı haradır? Adır şəhəridir, yadımızda saxlayırıq və bir də Moğol dövləti yadımızda saxlayırıq, mərkəzləşmiş dövlətdir. Məsələn, Monqol dövləti mərkəzləşmiş deyil. Teymurilər dövləti mərkəzləşmiş deyil. Amma Moğol dövləti mərkəzləşmiş dövlətdir. Yaxşı, baxaq, görək necə kimi yaratdı. Burada ən sadə dərsdir Moğol dövləti. Biz burada bir nəfəri görürük, Babur, bir də görürük Əkbər şah. Babur şahdan bir cümlə deyirik ki, hələ ki Panipat döyüşündə dedik ki, Moğol dövləti yaranmayıb. Sadəcə yazıram, Panipat döyüşü olmuşdur, qalib gəlmişdir və Babur şah cizyə vergisini ləğv edən şəxsdir. Vəssalam, əsas bizə lazım olan Əkbər şahdır. Əkbər şahın dövrü adlanır Qızıl əsr. Biz bundan əvvəl Yustiyanın dövrünə də bizə demişdik, Qızıl əsr demişdik. Yaxşı, Əkbər şahın hakimiyyət dövrü 1556-1605-ci illərdir və bunun dövründə bir sıra islahatlar keçilmişdir. Yəni ölkədə vahid qanunlar verir. Vahid qanun nə deməkdir? Deməli, burada vahid ölçü, çəki və pul sistemini yaratmışdır. Sin Şuxyandi, Məlik şah və Əkbər şahın ortaq xüsusiyyəti nədir? Vahid ölçü çəki pul sistemini yaratması. Daha sonra da keçəcək, kimlər yaradıbsa onları qeyd edəcəyik. Yaxşı, vahid qanunlar verildi və vergi sahəsini işlər görmüşdür. Əslində vergi sahəsinin nizamlaması həm Əkbər şahla aiddir, həm də
sonuncu Xələt sülaləsinin nümayəndəsi, yəni belə deyək də, Xələtlər sülaləsindən olan Əladdin Xələtə aiddir. O da vergi sahəsində işlər görmüşdür. Vergi sahəsində işlər görüb və vergiləri 3/1 qədər azaltmışdır. Bir də vergiləri pulla ödənməsinin tərəfindədir. Bir də vergini kim yığır? Zagirdar. Dedim, cümlənin sonu darla bitirsə, bu şəxsdir, yəni insandır. Zagirdar vergi yığan şəxsə deyilir. Yaxşı, bəs görək, zagir nədir? Zagir şərti torpaq mülkiyyət formasıdır. Baxın, Dehlidə şərti torpaq mülkiyyət forması iqta idi. Burada isə şərti torpaq forması zagirdir. Bunun sahibinə biz deyirik, zagir onun sahibinə olacaq, zagirdar. Amma iqtanın sahibinə nə deyirik? Zəmindar. Bu Dehli sultanlığındadır, bu isə Moğollardadır. Yəni Moğol dövlətidir. Bir də Monqolla Moğol çalışın qarışdırmayın. Moğol Hindistan ərazisində yaranmışdır. Yaxşı. Verginin dediğim nizamları, vahid qanunlar, bunu görək kimlərdən dostluğu, bəs nə işlər görüb. Bu arada bu daxili siyasətinə aiddir. Baxın, bunlar daxili siyasəti, çünki ölkənin daxilində baş verir. Bir də bunun xarici siyasəti var. Xarici siyasətində Səfəvilərdən, Osmanlılardan, eyni zamanda Özbəkin yerinə Şeybanilər də yazar, düzdür və Portuqaliya ilə dost münasibətində olmuşdur. Yəni belə deyək də, Səfəvilər hansı dövlətlərin üçün müharibə aparıb, onun dostu oldu. Səfəvilər Osmanlılardan, Özbəklərdən, Portuqallardan bir müddət müharibə aparıb, baxın. Bu da hamısından dost olubdur. Və eyni zamanda Kəşmir, Gucarat, Benqaliya bu kimi əraziləri işğal etmişdir və şimal və mərkəzi Hindistanı işğal etmişdir. Baxın, Dehlidə nə dedik? Şimali Hindistan Qütbəddin Aybək, Cənubi Hindistan və bütün Hindistan Əladdin Xələt. Amma Əkbər sadəcə olaraq şimal və mərkəzi Hindistanı işğal etmişdir. Yadınızda saxlayın. Əladdin Xələtdən Əkbər şahı qəti şəkildə qarışdırmaq olmaz. Bu da sizin Moğol dövlətiniz, bunu da screenshot edirsiniz və daha sonra keçirik nəyə? Teymurilər dövlətinə. Görürsünüz necə asandır. Heç bir vərəq etmir. Qeydiyyatını götürsəniz, inandırım ki, sizi çox rahat olacaq. Həm qeydiyyat edəndə özünüz yadda saxlamış olacaqsınız, istər-istəməz. Həm də ki, hər hansı bir sınağa gedəndə, qəbula gedəndə onu açıb bir dənə vərəqləyəcəksiniz. Baxın qeydiyyata. Pilimiz azalıb, amma davam edirik. Yaxşı, gəldik Teymurilər dövləti. Yaxşı, deməli bu dövlət yaranıb 1570 illəri nəsə 1370-ci ildə yaranmışdır. 1507-ci ildə süqut etmişdir. Teymurilər dövlətinin iki paytaxtı var. Birinci paytaxtı Səmərqənd, Əmir Teymurun dövründə, ikinci paytaxtı Herat, Sultan Şahruğun dövründə və sonuncu paytaxtı da məhz Herat şəhəridir. Yaxşı, görək. Deməli burada bir üsyanımız var. Yəni bəzi orada qeydləri var. Onlar yəni o qədər lazım deyil deyə qeyd eləmirik. Siz sadəcə bir dəfə üsyan oxuyarsınız. 1365-ci ildə Sərbədarilər üsyanı olur. Sərbədarilər sözü mənası darı çəkilən deməkdir. Bu üsyan Mərkəzi Asiyada baş vermişdir. Monqollara qarşıdır. Bu üsyanı kim yatırır? Bizə önəmli olan odur. Yatıran şəxs Teymurla, yəni Əmir Teymurla bunun dostu olan Hüseyn var. Bax bu ikisi Sərbədarilər üsyanı yatırır. Sonra Əmir Teymur Əmir Hüseynə qarşı çıxır. Əmir Teymur Əmir Hüseynə qarşı çıxır və deyir ki, göydə bir tanrı olduğu kimi yer üzündə də bir tanrı olmalıdır və bu şəxs mən olmalıyam. Deyir və Hüseyni də aradan götürərək ilk vaxtlar dost oldular. Sonra bunu öldürür və özünə 1370-ci ildə əmir titulu qəbul edərək deyir artıq yeni bir dövlətin, yəni Teymurilər dövlətinin yaratmış olur. Baxaq Əmir Teymurun dövrünə. 1370-1405-ci illərdə hakimiyyətdə olmuşdur. Bunun dövründə Xarəzm, yəni ərazisi tabe edilmişdir. Və 1385-88-ci ilə biz buna deyirik ki, 3 illik yürüş. 3 illik yürüş dövründə Cənubi Qafqaza, İran, İraq, Əfqanistan bu kimi ərazilərə gedib çıxmışdır. Hələb və Şam şəhərlərini eləmişdir, işğal eləmişdir. Əmir Teymurun dövründə Çingis xanın ortaq xüsusiyyətlərinə əsasən fikir verin ki, bu da ölkəni uluslara bölüb. Bunun da qanunlar toplusu var. Yəni bu da onun ən böyük səhvlərindən biridir eyni zamanda uluslara bölməsi. Uluslara bölməsi, qanunlar verməsi, bu ərazilərin işğal etməsi və Azərbaycanda yürüşlərini onsuz da deyəcəyik. 1395 Terek döyüşü, mən artıq bilirəm ki, hamı bilir Terek döyüşü kimlər arasındadır. Qızıl Ordu və kim arasındadır? Teymurilər arasındadır və Qızıl Ordu məğlubiyyətə uğrayır. Qızıl Ordunun şərq hissəsi və Saray Bərçə şəhəri və Əmir Teymur tərəfindən işğal olunur. 1398-ci ildə
Hindistanı işğal edir, yəni Delhi sultanlığına yürüş edir Əmir Teymur və 1405-ci il Ankara döyüşü baş verir. Ankara döyüşü isə Osmanlılarla Teymurilər arasında olmuşdur və yenə Əmir Teymur qalib gəlmişdir. Yadınızda saxlayın, bunu Azərbaycan tarixini keçəndə deyəcəyəm, amma yenə də deyirəm. Terek döyüşü və Ankara döyüşlərində Əmir Teymurun dostu, bizim bu 500-lü mü deyim, neçə yüzlü mü deyim, 1-ci İbrahim olmuşdur. 1-ci İbrahim, hansı ki Şirvanşah hökmdarıdır. Bəli, Şirvanşah hökmdarıdır, Dərbəndər sülaləsinin nümayəndəsidir. Demək, Terek və Ankara döyüşündə Azərbaycanlılar da iştirak etmişdir. Və kimin tərəfindən? Əmir Teymurun tərəfindən. Yaxşı, Əmir Teymurdan əsasları qeyd elədik. Gəldik Əmir Teymurun oğluna, Sultan Şahruxun dövrünə. Şahruxun dövründə deməli nə baş verir? Paytaxtı Səmərqənddən Herat şəhərinə köçürür. Atası hansı dövlətlərlə dost olub? Bu da o dövlətlərdən düşmən olub. Məsələn, Osmanlı ilə atası daha doğrusu kimlə müharibə aparıb, bu dost olub. Məsələn, Qızıl Ordu ilə atası görüşüb müharibə aparıb, Terek döyüşü. Aha, yazırıq, Qızıl Ordu ilə dost olub. Atası Osmanlı ilə Ankara döyüşünə girib, yazırıq, Osmanlı dövləti ilə dost olub. Bir də Əmir Teymurun ən böyük məqsədi Çinə yürüş eləmək olub 1405-ci ildə. Çinə yürüş eləyəndə vəfat eləyir. Yəni yürüşü baş tutmur. Və bu da yenə Çinlə iqtisadi əlaqələr saxlamışdır. Görürsünüzmü? Çox tam-tamına atasının bir nömrə oğludur. Yəni onun davamçısı, dırnaq arası davamçısı deyə bilərik. Bu arada Çingizlə Teymurun müqayisəsi çox testlərdə qarşıda çıxacaq. Əmir Teymurdan Çingiz xanım. Çingizdə nə ilə başlayır? Çin. Deməli, bu Çinə yürüş edib, amma Əmir Teymur onun əksi olaraq Çinə yürüş edə bilməyibdir. Bu məsələn Hindistana yürüş edib, deyək ki, Əmir Çingiz xan Hindistana yürüş etməyib. Yəni fərqləri budur. Yaxşı, Şahruxdan sonra biz deyə bilərik kimin adını? Uluqbəydən danışaq. Uluqbəy də dövlətin işini atıb bir tərəfə səma cisimləri ilə məşğul olur əsasən və ona görə də bundan istifadə edən Şeybanilər dövləti yürüş edir. Buxara və Səmərqəndi Uluqbəyin əlindən almış olurlar. Daha sonraki hakimiyyətdə biz görürük Əbu Səidi. Əbu Səidi Azərbaycan tarixini keçəcəyik. Qaraqoyunlular hökmdarı olan Cahan Şahla 1459-cu ildə Herat müqaviləsi bağlayıb, Herat yazırsınız və Ağqoyunlu hökmdarı isə Uzun Həsəndən 1469-cu ildə müharibə aparmışdır, 68-69-da və məğlub olmuşdur. Yəni Cahan Şahla sülhdür, amma Uzun Həsənlə münasibətləri mənfi yöndədir. Bu 59-69 yadda qalan rəqəmdir deyə düşünürəm. Əbu Səiddən sonra əsas belə deyək, kim qaldı? Hüseyin Bayqara, bəli, sonuncusu elə Hüseyin Bayqaradır. Hüseyin Bayqaranın hakimiyyət dövrünü Əmir Teymurla mən bənzədirəm. 1370-1405, bu da deyirik ki 1470-1505-ci illərdədir. Buxara Səmərqəndi Şeybanilər tutmuşdu Uluqbəyin dövründə. Bu isə Buxara və Səmərqəndi geri alır Şeybanilərdən. Sonuncu güclü hökmdardır və Teymurun yaratdığı əraziləri bərpa eləmiş olur. Amma daha sonra Şeybanilər dövləti gəlir 1507-ci ildə Teymurilər dövlətinin varlığına son qoymuş olur. Monqollarla Teymurlərin oxşar xüsusiyyəti nədir? Mərkəzləşmiş dövlət deyillər. Çünki uluslara bölünüblər. Elə yadda saxlaya bilərsiniz və yaxud da qanunlar toplusu mövcuddur bu şəkildə. Əmir Teymurla Şahruxu dedik, bir-birinin zid olan ata-oğuldur. Uluqbəylə də Hüseyin Bayqaranı əlaqələndirir. Bu Buxara Səmərqəndi itirir, bu isə Buxara Səmərqəndi geri qaytarır. Əbu Səidin rəqəmləri daha yadda qalanda 59 və 69. Qaraqoyunlarla dostdur, Ağqoyunlarla münasibətlər mənfidir.